Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi qaydası müəyyənləşir. Xəbər verir ki, bu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan qaz təchizatı haqqında yeni qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər tariflər tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq. Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər aşağıdakılardır. Qazın topdan satış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qaz paylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.